Salam dəyərli izləyicilər, Sərhədsiz verilişinin növbəti buraxılışını izləyirsiniz. Bildiyiniz kimi biz bu verilişdə cəmiyyətimizdəki inklüzivlikdən, bu baxıma vətəndaşlarımıza yaradılan imkanlardan və qarşılaşılan çətinliklərdən danışırıq. Elə bugünkü qonağımız da öz övladı ilə birlikdə yaşadığı çətinliklərdən və bu çətinliklərin öhdəsindən necə gəldiyi barəsində danışacaq. Elə çox uzatmadan istəyərdim ki, qonağımızı təqdim edim. Bugünkü qonağımız Aytən Səfər Əliyevadır. Qeyd edeyim ki, o həm də Peşə Təhsili üzrə Dövlət Agentliyinin mətbuat katibidir. Salam Aytən xanım. Salam, xoş gördük Məlikə xanım. Aytən xanım, istəyərdim ki, elə izləyicilərimiz də sizi və övladınızı yaxından tanıyaq. Müxtəlif istiqamətlərdə tanımaq var da. Bir ana oğul kimi, bir müəllim şagird kimi, bir də bir inklüziv övladı olan valideyn kimi. Biz Əli ilə bir 10 ildir bu yolu gəlirik. İnklüziv həyat istiqamətində. Çünki Əli övladım doğulandan yox, sonradan qazanmış travma nəticəsində inklüziv olubdu. Müəyyən etaplardan keçmişik desəm, daha az emosional səslənər. Müəyyən etaplardan adlamışıq da desəm, daha az emosional olar. Çətinlikləri nə dərəcədə ifadə eləsəm belə, bugün bizim o 10 il ərzində keçdiyimiz yolu, keçdiyimiz əziyyətləri, istər psixoloji, istər emosional, istər mental, ana övlad olaraq ifadə etmək çətindir. Burada məsələ bilirsiniz necədir? Burada tək övladın üzərinə yox, daha çox valideyn üzərinə dolayısıyla, daha çox valideyn üzərinə məsuliyyət ona görə yüklənir ki, fərqində olan valideyn iki yerə ağrı çəkir, iki yerə məsuliyyət çəkir. Həm öz yerinə, həm övladın yerinə. Onun üçün valideynlərin güclü olması, valideynin sağlam olması ilk şərtdir. Valideyn birinci psixoloji və mental olaraq sağlam olmalıdır. Dərk etməlidir ki, o hansı prosesin içindədir və o prosesi niyə belə oldu, nə səbəbə belə oldu, nə üçün mən suallarına sərf etdiyi enerjini daha çox həll yollarına. Bunu demək asandır. Məsləhət vermək də asandır, tövsiyə etmək də asandır. Bunu sadəcə fərqində olaraq eləmək lazımdır. Aytən xanım, istəyərdim ki, bir balaca övladınızın problemindən danışaq. Neçə yaş dediniz ki, anadan gəlmə deyil. Neçə yaşında, başına hansı hadisələr gəlib? Əli 8 yaşında bədbəxt bir hadisə nəticəsində çarpayıdan yıxılıb. Amma Əli 8 yaşına qədər sağlam bir övlad idi. Hətta qeyd edim ki, Əli şahmatçıdır. FIDE siyasında adı olan reytinqli şahmatçılardan biridir. Ona qədər də artıq Əli Azərbaycan üzrə 2-ci dərəcə alan, 3-cü dərəcə alan şahmatçılar siyasındaydı. Respublika Şahmat Mərkəzində 9 oyun 8 qələbə alan və qızıl medal alan yaşına görə yaşlılar içində bir şagird idi. Bədbəxt bir nəticəsində travma aldı və biz həmin gün həyatımızın yeni dönəminə, yeni etapına adladıq. İlk öncə bir valideyn olaraq bunu dərk etmirdik, anlamırdıq. Çünki biz də Əli kimi bu hadisənin içinə anidən düşmüşdük və qəbul etməmə periodunu yaşadıq. Qəbul etməzlik var, itələmə etapı var. Travmanı itələmə yox, travmanı anlayırsan. Bu niyə sənin övladının başına gəldi kimi bir fikir vardı ki, biz bunu qəbul etmirdik. Bir müddət bununla mübarizə apardıq valideyn olaraq. Əli elə bir etapdaydı ki, elə bir durumdaydı ki, travmadan sonra sadəcə düşünürdü ki, sağ qalsa kifayətdir. Yəni, sağlam uşaq dünyaya gəlir və 8 ildən sonra qəribə bir hadisə baş verir. Sən onun sadəcə sağ qalmasını istəyirsən. Sağ qaldığını görəndən sonra artıq başqa şeyləri arzulamağa başlayırsan. Bax, bu reabilitasiya dönəmi də belədir. Əldə etdikcə növbəti arzular formalaşır. Siz danışdıqca mən hiss edirəm ki, yəni illər keçməyinə baxmayaraq həmin hadisədən siz hələ də o andakı kimi hiss edirsiniz. Bəs o anı deyək də bizim insanlarda, mən bunu tənqid olsun deyə demirəm, hər kəsin xarakteri fərqlidir. Öz övladlarına qarşı çox həssas olurlar və onun səhhətində hər hansısa bir problem yaşayanda bunu çox neqativ formada qəbul edirlər, çox pessimist olurlar və bu pessimistlik də əslində həm özünə, həm ətrafına, həm övladına təsir eləyir. Amma siz onu aşmağı bacarmısınız və hansı ki, övladınıza dəstək olmaq üçün bunu aşmısınız da, onu necə aşa bildiniz? Mən belə bir nüansı qeyd edeyim. Çox çətin prosesdir, çox çətin perioddur. Bugün burada
bu mövzuda rahat danışmam mənə 10 ilə başa gəldi. Çünki 10 il ərzində hətta ən yaxınlarımız belə, yəni bizim bilirsiniz də jurnalist çevrəsi biraz geniş olur. Mənim bu formada bir hadisə yaşadığımı bilməyən yoldaşlarımız var. Bilirsiniz niyə? Bunu danışmaq, onu yenidən yaşamaq deməkdir. Dərin acılar dilsiz olur. Onu danışa bilmirsən. İfadə eləyə bilmirsən. Söhbət burada sənin söz bazanın kasadlığından getmir. Sadəcə onu ifadə eləmək üçün resursun olmur. Və sən gözündə həmin hadisənin ərəfəsində, bu bir perioddur da, həmin hadisə ərəfəsində sadəcə bir şey istəyirsən. Keçmişə qayıdıb o hadisəni yaşamamağı. Sən istəyirsən ki, sənin övladın elə olmasın. Nə olur olsun, keçmişə qayıdasan və hadisəni bloklayasan ki, o baş verməsin. Amma zaman keçdikcə sən artıq o düşdüyün hadisəyə adaptasiya olursan. Öyrəşirsən, insan öyrəşən varlıqdır. Sən öyrəşdikcə o periodun içində övladın əziyyət çəkdiyini görürsən. Çünki Əli o ayılma perioduna qədər həqiqətən ağır proseslərdən keçdi. Çox ağır proseslərdən keçdi. Bu mental durumdan getmir. Bu sırf Əlinin sağlıq durumundan gedir. Çünki qapalı kəllə beyin travması çox ağır travmalardandır və 3-cü dərəcəli komatoz vəziyyətdə hətta böyük insanlar belə qayıda bilmir. Amma Əli oradan qayıtdı. Qayıtdı necə qayıtdı da? Əlil övlad olaraq qayıtdı. Yəni Əlil qayıtdı. Belə qayıtdı. 20-21 yaşında, 25 yaşında, 15 yaşında bu travma ilə rastlaşan valideynlər var. Onlar qədər, belə deyim də, hamının adına danışmayayım, amma onlar qədər aqressiv, psixoloji durumu sabit olmayan ikinci bir insan tanımıram. Ona görə də birinci o valideynlərin belə egoistlik kimi desəm də birinci o valideynlərin qeydinə qalmaq lazım. Birinci o valideynləri sağaltmaq lazımdır ki, biz travmalı, fiziki məhdudiyyətli, hər hansı bir fiziki məhdudiyyəti olan insanlarla müəyyən bir yol kəsişməsi yaşayanda onlara müvəqqəti dözürük. Bilirik ki, bizim öhdəliyimizdə, məsuliyyətimizdə deyil də. Uzağa mən ona 1, 2, 3 yaxşılıq eləyəcəm, vəssalam. Amma bunların həm müsbət, həm mənfi, həm negativ, həm pozitiv, həm uğurlu, həm uğursuz dönəmində bunların yanında olan bir valideyn var ki, o məcburdur o uşağın hər halına dözməyə. Dözmək burada dediyim kobud səslənsə də, amma elə birbaşa səslənən ifadədir, dözmək. Həm də onların gələcəyini düşünmək. Bax, belə bir çətin bir etapdır. Mən belə başa düşdüm ki, indi sizin oğlunuzun müəyyən fiziki məhdudiyyətləri var. Bu iki həyat arasında elə bir siz iki həyat yaşamısınız da. Bir oğlunuzun 8 yaşına qədər olan həyatı və 8 yaşından sonraki həyatı. Bu iki həyatı arasında hansı fərqlər var idi? Çox aktiv uşaq idi. Əvvəla deyim, zehni fərqli uşaq idi. Yəni, onsuz da bunun 4-6 yaş arasında şahmat bacarıqlarını kəşf eləyə bildim və müəyyən istiqamətə yönləndirə bildim. Çox aktiv, çox belə həyat sevər. 8 yaşına qədər uşaq necə ola bilər? Xoşbəxt. Ələxüsusda sağlam bir ailədə böyüyürsə. İlk dəfə ayılanda mən onu izlədim. Mən çox özümdən danışmağı xoşlamıram, amma mən həqiqətən də Əlini, onun periodunu çox izlədim. Fotolarını çəkirdim, müqayisələr eləyirdim, gün-gün hansı fərqlər var, hansı nəticələr var, bugündən dünənə nələr olurdu. Əlinin ayılanda nitqi yox idi, 6 ay biz onun nitqi ilə məşğul olduq, logopedlə işlədik və 6 ay onun nitqini geri gətirə bildik. Əli ilk etapda oturduğu yerdən qalxmama kimi bir dərrakəsi yox idi. O düşünürdü ki, qalxa biləcək. Çünki hərəkətləri eləyirdi. Hiss eləyirdin ki, o qalxmaq istəyir. O dərk etmirdi ki, o qalxa bilmir. O dərk etmirdi ki, o qalxa bilməyəcək. Yəni, o anlamırdı. Yaddaşında var axı, 8 il bu uşaq gəzib, qaçıb, oynayıb. Müəyyən etapdan sonra gördüm ki, uşaq onu qəbullandı. O çox pis perioddur. O qalxa bilməməsini qəbullanmaq. O periodda mən bilmirəm bu yaxşı tövsiyədir, pis tövsiyədir, negativ tövsiyədir, amma çox effektiv tövsiyədir. O periodda reabilitasiya ilə güclü məşğul olmaq lazımdır ki, beyin o periodda reabilitasiyanı daha aktiv qəbul edir.
Nə vaxt hiss elədiniz ki, o bunu qəbullanıb və mübarizə aparmağa başlayır? Burada ən çox yük valideynlərin üzərinə düşdü. Mənim və Əlinin atasının, yoldaşının üzərinə düşdü. Çünki biz dayanmadan onu harasa aparırdıq. Dayanmadan onun fiziki reabilitasiyalara aparırdıq, dayanmadan onu hovuza aparırdıq. O uşaq dərk etmirdi. O uşaq prosesləri dərk etmirdi. İçində, ürəyində nə düşünürdü deyə bilmərəm. Çünki psixoloji dəstək də alırdıq. Və o düşünürdü ki, mənə bir dəfə psixoloq dedi ki, Əli düşünür ki, bu yuxudur. Və əvvəlki kimi anidən bəzən o fikirləri indi də görürəm. 18 yaşı var, o fikirləri indi də görürəm. O düşünür ki, o anidən bu sadəcə bir perioddur, o anidən fərqli bir duruma, yəni əvvəlki durumuna gələ biləcək. Bu bir tərəfdən yaxşıdır, çünki biz təsəvvür etdiyimiz qədər varıq da. Biz nə qədər özümüzü təsəvvür eləyiriksə, bir o qədər varıq. Məşhur bir beyin cərrahı var, Bakeriya, Leo Bakeriya. O bildirir ki, bizim əllərimiz beynimizin uzantısıdır. Əllərimiz hara qədər uzanırsa, beynimiz ora qədərdir. Mən bunu tez-tez ona deyirdim və deyirdim ki, sən əlini, qolunu uzatmağa çalış. Sənin əlin, qolun hara qədər uzanırsa, sən ora qədər varsan. Belə bir şərt yoxdur ki, bütün valideynlər savadlı olmalıdır. Bütün valideynlərin dünya görüşü, IQ səviyyəsi üst səviyyədə olmalıdır. Fərqli valideynlər də var. Fərqli uşaqlar da var. Fərqli ailələr, fərqli mühitdə böyüyən uşaqlar da var ki, o valideynlərə sosial mühit, cəmiyyət faydalı olmalıdır. Eyni zamanda da onların yerləşdiyi quruluş faydalı olmalıdır ki, onlar dərk etsinlər. Çünki fiziki məhdudiyyətli insanların, fiziki məhdudiyyətli uşaqların əlaqəsiz inkişaf etmələri, yaşamaları bizim qədər eyni hüquqdadır. Bunun üçün əslində düşünürəm ki, xüsusilə ananın təhsilinin olması çox böyük, tam Çox orta təhsilinin olması ən azından çox böyük rol oynayır. Çünki uşaq valideyn anası ilə daha çox ünsiyyətli olur, nəinki atası ilə. Bəs bu bərpa prosesi mənə maraqlıdır. Bərpa prosesi necə keçdi? Məsələn, Əli 8 yaşında yaşayıbsa bunu, yəni təhsil alırdı və bu təhsil prosesinə necə adaptasiya oldu? Ümumiyyətlə həyata necə adaptasiya oldu? Əli yıxılandan bir yaxın bir il ərzində biz ümumiyyətlə təhsil barədə düşünə bilmədik. Çünki Əlinin durumu həqiqətən çox ağır idi. Bir ildən sonra biz Əlinin hansı məktəbdə ki sinifi dayanmışdı, o məktəbə bərpa elədik. Çox çətinliklə biz onu aparırdıq. Yaşadığımız mühitdə də, yaşadığımız ərazidə də o imkanlar yox idi ki, sən o əlil uşaqla rahat gedib məktəbə çatıb oradan geri qayıda biləsən. Neynirdik? Qucağımızda aparırdıq, müəyyən taksilərdə aparırdıq ki, bu imkanlar hər evdə ola bilmir də. Mən bunları danışdıqca ola bilər ki, qınaq obyekti də ola bilər ki, okey, bunlar səndə var idi, olmayanlarda necə olsun? Təbii ki, o periodda çətin idi. Təbii ki, biz həm, belə deyək də, Orta Statistika Azərbaycan ailəsi olaraq biz həm işləməli idik, həm Əlinin təminatını həll etməli idik, həm də Əlini sosial həyata adaptasiya eləməli idik. Çətin oldu. Birimiz işə gedirdik, birimiz onu məktəbə apardıq. Müəyyən müddət sonra yerimizi dəyişirdik. Birimiz onu məktəbə apardıq, birimiz işə. Necə apardıq? Qucaqda. Daha sonra bir müddət oxuduqdan sonra biz düşündük ki, bəlkə bu resursumuzu biraz saxlayaq, çünki bizim özümüzə də bir güc qüvvə lazım idi. Resursumuzu saxlayaq və Əlini evdə təhsilə cəlb eləyək. Evdə təhsilə cəlb elədiyimizin ilk 3-cü ayında mən həm qeyd eləyirdim Əlinin periodlarını, həm də fotolarını çəkirdim, həm də izləyirdim, müşahidələrimi yazırdım. Mən gördüm ki, mən bu evdə təhsillə tamam özümün vaxtımdan qazana bildim, amma Əlinin mən gördüm ki, Əli geri gedir. Sosial həyat. Bəli, sosial həyatda. Mən gördüm ki, az danışır. Mən gördüm ki, motivasiyası yavaş-yavaş düşür. Uşaq çox progressiv və savadlı uşaq idi. Beyni başqa cür işləyən uşaqdır, riyazi beyni var. Mən gördüm ki, dərslərə adaptasiya olsa belə, dərsləri tam köklənə bilmir. Dərsin mahiyyətini anlayır. Oradakı elmi mahiyyətini anlayır. Amma o elmi niyə öyrənir? Anlamır. Ki, onu niyə oxuyur? Uşaqlar anda qalır axı. Uşaqlar gələcəyi düşünmürlər. Anda qalıb, anı fikirləşirlər ki, mən bunu niyə oxuyuram? Mən bu rəqabət mühiti yoxdur da, rəqabət mühitini görmür. Və biz evdə təhsili dayandırdıq. Yenidən onu
çətin də olsa, bizə daha çox öhdəlik, bir valideyn olaraq daha çox öhdəlik düşsə də belə biz onu yenidən orta məktəbdə davam etməsinə şərait yaratdıq. Amma müəyyən bir etapdan sonra 6-cı sinifdən sonra Əli liseyə qəbul oldu. Özəl bir liseyə qəbul oldu. Oranda fərqlənməklə bitirdi. Yenə orada çətinliklərimiz oldu mu? Oldu. Qucaqda, taksidə müəyyən fiziki məhdudiyyətli insanların istifadə elədiyi avadanlıqlardan istifadə eləyərək bizə həmin o mühit də dəstək oldu. Əlinin təhsil aldığı, 7-ci sinifdən sonra təhsil aldığı mühitdə elə onu da soruşacaqdım ki, həmin lisey müəllimləri olsun və yaxud da şagirdlər olsun, məsələn, Əliyə nə kimi dəstək göstərdilər? Məsələn, ilk olaraq onlar infrastrukturunda Əliyə müəyyən dəstəkçilər quraşdırdılar. Tutmağa yer quraşdırdılar, sinif otaqlarını Əli üçün 1-ci mərtəbəyə yerləşdirdilər, pilləkənlərin ətrafına müəyyən çərçivələr yerləşdirdilər və müəllimlər, uşaqlar biraz acımasız olurlar, aqressiv olurlar və birbaşa deyirlər nitqi. Bu periodu Əli biraz tam deməyim də, qismən bir bullyinqə uğramışlığını hiss etdim. Və biz bunu orada psixoloqun dəstəyi və müəllimlərin köməyi ilə həll etməyə çalışdıq. Ümumiyyətlə bir məsələni tam həll etdim deyə bir ab-hava heç vaxt olmur da. Həll etməyə çalışdıq. O uşaqlara belə bir mühit var idi də. O uşaqlar düşünürdülər ki, Əliyə xüsusi niyə diqqət göstərilir ki? Yəni Əli niyə ön partada oturulur? Əli niyə 1-ci mərtəbəyə, 2-ci mərtəbəyə çıxmır? Müəllimlər onun üçün gəlir. Bax belə acımasız reaksiyalar var idi. Daha sonra biz onu həm məktəb psixoloqu ilə, həm məktəbin öz mühiti ilə yavaş-yavaş o cəmiyyətin bir fərdləri olan uşaqlara ifadə eləməyə çalışdıq ki, sizin daha sağlam formada mübarizə apardığınız mühitdə Əli müəyyən məhdudiyyətlərlə mübarizə aparır. Bu uşaqların günahıdırmı? Deyil. Bu uşaqların gəldiyi ailələrin günahıdır deyə bilərik. Niyə? Çünki onlarda da o fərqindəlik tam yoxdur. Ki o cəmiyyət anlasın ki, bu insanlar müəyyən bir məhdudiyyətlərlə bizə çatmağa, biz dediyimiz daha sağlam, biz bilmirik bizim gələcəkdə başımıza nə gələ bilər. Bunlar o mühitdə mübarizə aparıb gəlib bizə çatmağa çalışırlar. Bəs indi Əli hansı pozisiyadadır, harda oxuyur və səhv eləmirəmsə Bilkent Universitetində təhsil alır və FİDE-nin qeydiyyatda olan şahmatçısıdır. Onun bax bu uğurları qazanmasında sizcə daha çox valideyninin dəstəyimi rol oynayıb, yoxsa onun xarakterində o əzmkarlığı, mübarizə əzmi rol oynayıb? Əli orta məktəbi fərqlənməklə bitirdi və bir neçə universitetdən əvvəla ilk qəbulunu 16 yaşında almışdı. Bir neçə universitetdən qəbul aldı. Bunların içində Bilkent var idi, ODTÜ var idi, ADA Universiteti var idi, Koç var idi, Sabancı Universiteti var idi və Əli Azərbaycanda seçdiyi universitetlərin hər birinə girə bilmə imkanı var idi. Əli Bilkent Universitetini seçdi. Çünki Bilkent Universiteti bilirsiniz dünyanın top 500-lüyündə ilk 300-lükdədir və Əlinin fakültəsi texnoloji bilimlər, kompüter texnologiyaları və informasiya sistemlərini idarə etməsi fakültəsidir. O ixtisas Bilkent Universitetində daha püxtələşmişdi. Ona görə oranı seçdi. Sizə deyim ki, tək valideyndən asılıdır? Yox. Uşaq gərək bir əzmkar ola. Uşaq gərək bir məqsədli ola. Eyni zamanda da ola bilsin ki, biz onu erkən yaşda kəşf etdik ki, bu uşaq nəyə yatxındır? Hansı bilik və bacarıqlara sahibdir. O imkanları var. O imkanları var ki, biz onu ona yönləndirə bilərik. Təbii ki, onun bacarıqları olsaydı, biz onu peşə təhsilinə yönləndirəsiydik. Amma biliyə yatxın olduğu üçün biz onu artıq elm dalınca yönləndirməyə və ona resurs xərcləməyə başladıq. Biz bir hazırlıq periodu keçdik. Məsələn, müəyyən kriteriyalar olmalıdır, SAT olmalıdır, IELTS olmalıdır. Bu uşaq o qədər şiddətlə oxuyurdu ki, o qədər israrla oxuyurdu ki, təsəvvür edin, onun əvvəl Volker deyilən xüsusi qurğu ilə gəzirdi. O qurğu ilə 4-cü mərtəbəyə qalxırdı. Liftsiz. Orada hazırlıq keçirdi.
müəyyən bir kurs var idi, orada hazırlıq keçib. Daha sonra o 2 əsa ilə gəzməyə başladı, hansı ki 6 ayağı var idi. O qurğu ilə, mənim yadımdadır, möhkəm qar yağmışdı. O qurğu ilə ilk IELTS imtahanına getmişdi və mən ona dedim ki, sənin vəziyyətinə görə keçirə bilərlər başqa vaxtda. Mən başqa vaxtda keçirsəm vaxt itirərəm. Zaman itirərəm deyə bir reaksiyası olmuşdu. Uşaq mental olaraq çox əzmkar uşaqdır. Gərək uşaq da dirənc göstərə. Onun dirənc göstərməsi üçün mühitinin olması şərtdir. O mühiti də ona kim yaradır? Valideyn. Təbii ki, o uşaq evin hər hansı bir küncündə otursaydı, o cür əzmkarlıq və iradə bəlkə də göstərə bilməzdi. Çünki mənə elə gəlir ki, bunu sizdən öncəki bir müsahibimdə, onun övladında səhhətində problem var idi. O da bunu deyirdi ki, yəni evdə tamam başqa cür olur, amma ictimaiyyət içərisinə çıxanda, məsələn, bağçaya gedəndə, məktəbə gedəndə, universitet, yəni cəmiyyət içərisində olanda daha başqa xüsusiyyətlər formalaşmağa başlayır ona. Yəni düşünürəm ki, insan sosial varlıqdır deyə səhhətimizdə problem olsa belə biz evdə qala bilmirik. Biz məcburuq insanlarla ünsiyyətdə olaq. Bir də əlinin fiziki məhdudiyyətləri səbəbindən, yəni istər məktəbdə, istər ictimai həyat, ümumiyyətlə gündəlik həyatında hansı maneələrlə qarşılaşıb? Çox, hədsiz çox. Bu infrastruktur olsun, əlinin sərbəst hər hansı bir yerə getmə imkanı yoxdur. Mən hər an düşünürəm ki, onu A nöqtəsindən B nöqtəsinə göndərəndə o uşaq yolda yıxıla bilər. Ona kimsə toxuna bilər. Yolu düzgün keçməyə, ki, zaten keçmə imkanı məhduddur. Ən böyük maneələrimiz budur. Mən o uşağı, dediyim kimi, bir ünvandan digər ünvana rahat göndərə bilmirəm ki, həyatı bilmək olmaz. Bugün sabah mən də onun yanında olmaya bilərəm. Ki, həyat, yəni bu dəyişməz qanundur da. Valideynlər hər zaman övladların yanında ola bilmirlər. Hər zaman onlara dəstək ola bilmirlər. Olmağa borclu da deyirlər. Belə bir reallıq da var. Ona görə mən onu sərbəst həyata, tək həyata öyrəşdirmənin tərəfdarıyam deyə bizim mühitdə hələ ki onu görmürəm. İnfrastruktur çətinliyi çoxdur. Rahat o uşaq hər hansı bir yerə gedə bilmir. Deyim ki, onun yerləşdiyi sosial mühitdə ona hər hansı bir bugün hər hansı bir bullying var, artıq o bullyingi keçmişik. Çünki əli kifayət qədər kommunikativ uşaqdır deyə, həm də bilgi və nitqi o qədər zəngindir deyim, genişdir deyim, ifadə etmə tərzi genişdir deyə, o bu çətinliyi məncə aşıb, öz gücünə aşa bilibdir. Amma mənim bu dəqiqə bir ana olaraq, bir valideyn olaraq övladımla bağlı gələcək qayğım 100 şkalası üzərindən 90-dır. Çünki mən əlini bu dəqiqə özümsüz bu cür mühitdə düşünə bilmirəm necə olacaq. Amma mən istəyirəm düşünəm. Mən istəyirəm ki, böyük reabilitasiya mərkəzləri olsun. Hansı ki, tərkibində geniş spektrli sahələr var. Çox şaxəli metodlar var, uşaqlarla işləmə metodları. Bir də məsələn, biz burada daha çox infrastruktur məsələsini qabardırıq. Məsələn, siz dediniz ki, o mühitin qəbullanması məsələsi də var da. Məsələn, söz deməsə belə, gözü ilə deyən insanlar var da. Reaksiyası ilə deyən insanlar var. Məsələn, siz deyirsiniz ki, sizin övladınız bu prosesi aşıb, amma mən düşünürəm ki, mühit burada qəbullansa ki, həyatda insanın başına hər şey gələ bilər və yəni bizim səhhətimizdə və ya bizim övladımızın səhhətində problem ola bilər. Həqiqətən bu qəbullanırsa, məncə bu infrastrukturda da dəyişim prosesi daha çox sürətlənər. Məsələn, siz indiyə qədər deyək, mühit tərəfindən hansı problemlərlə üzləşmisiniz? Cəmiyyətdəki reaksiyalarla bağlı tam səmimi deyəcəm, hələ indiyənə qədər ya əlinin, ya mənim hər hansı bir bu incə telimizə toxunan bir məqamla rastlaşmamışıq. Amma bayaq vurğuladığınız, çox yaxşı vurğuladınız onu, göz və baxış. Baxışlar fərqlidir. Biz ana-bala ona fikir vermirik. Baxmırıq, reaksiya vermirik. Mən hətta əlinin bir qardaşı var, ona mütəmadi olaraq mən hiss eləyirəm ki, məsələn, hər hansı bir əlil arabasında olan uşağa da əli baxmır, amma balaca baxır. Və mən ona bəzən səsli, bəzən elə o cəmiyyətin içində o qədər incə formada detallaşdıraraq bildirirəm ki, insanlar müxtəlif cür ola bilər və hər an hər insanın başına hər şey gələ bilər. Sənin ona elədiyin baxışın içində yalnız ona
hər hansı bir dəstək verə bilərəmmi sualı olmalıdır. Və sən ona baxıb sual verə bilmərsən ki, sən niyə beləsən? Hər cür insan ola bilər. Mən düşünürəm ki, belə valideynlər çoxdur. Biz məsələn, bu dəqiqə Əliyə də sual versəz ki, sən o baxışları görsən, o deyəcək ki, yox. Bilirsiniz niyə? Mən ona 10 ildir təlqin eləyirəm ki, heç kimə fikir vermə. Sənin öz yolun var. Samurayın ancaq yolu var, belə bir misal var. Sənin öz yolun var, sənin öz məqsədlər var. Sən o məqsədlərə bax, ətrafdakılar səni narahat eləməsin. Çünki başqasının yoluna baxanda öz yolunu görmürsən. Bu fiziki olaraq da belədir də. Sən öz yolundan gedirsən, başqasının yoluna baxanda öz yolunda görə bilmədiyin maneə səni yıxacaq. Bir xarici ölkədə oldum və orada yanımda bizim ezamiyə gedən yoldaşlar da var idi. Və orada bildirdim ki, deyəsən burada inklüziv insanlar daha çoxdur. Onlar hər yerdə varlar. Hər yerdə varlar. Marketdə varlar, işdə varlar, kafedə, restoranda. Şəhərin hər yerində mən inklüziv insanlar görürəm və mənə orada çox dəyərli bir müəllimimiz vardı, bildirdi ki, yox, onlar hər yerdə yoxdular. Onlar sadəcə hamısı çöldədirlər. Düzdür. Bizim cəmiyyətdə o cür uşaqları gizlətmə var. Gizlətməyin. Mən bunu autizm spektri olan valideynlərə də tez-tez deyirəm. Qoy qışqırsın, qoy bağırsın, qoy başqasının sərhədlərinə mane olsun, başqasının rahatlığını pozsun. Burada bir məqam da var, incə məqam da var. Biri var bilib etmək, bir də var bilmədən etmək. Bu fərqindəlik həm də ona görə olmalıdır ki, bu cəmiyyətdə bilmədən etdiklərini bilsinlər cəmiyyətin üzvləri. Daha çox çölə çıxartsınlar, daha çox adaptasiya eləsinlər. Belə deyim də, ola bilər ağır gələr bu söz, utanmasınlar, sıxılmasınlar. Fəxr etsinlər ki, onlar bu missiya üçün seçiliblər və onlar bu missiyanın öhdəsindən tək gəlməməlidirlər. Cəmiyyət olaraq gəlməlidirlər. Çox təşəkkür edirəm Mən Ayşən təşəkkür xanım. edirəm. Öz hekayənizi, övladınızın hekayəsini bizlə bölüşdüyünüzə görə və sizə də, övladınıza da gələcək yolunuzda bol uğurlar arzulayıram. Təşəkkür edirəm mən də. Belə dəyərli izləyicilər, bir daha qeyd edeyim ki, siz bu verilişdə cəmiyyətimizdəki inklüzivlik anlayışından, vətəndaşlarımıza yaradılan imkanlardan və ümumiyyətlə qarşılaşılan çətinliklərdən xəbərdar olacaqsınız və sizin də bizdən bölüşmək istədiyiniz bir hekayəniz, qarşılaşdığınız hər hansısa çətinlik varsa, onu da ictimailəşdirməyə hazırıq. Bizdənsə hələlik bu qədər.